Səni çox vurub layatay nənə, səni çox vurub layatay nənə, sənə qurbanam yaralan nənə, sənə qurbanam yaralan nənə. Səni çox vurub layatay nənə, səni çox vurub layatay nənə, sənə qurbanam yaralan nənə, sənə qurbanam yaralan nənə. Ucaldı tüssü gönlərə, ucaldı tüssü gönlərə, döküldü qan Mədinədə, döküldü qan Mədinədə. Deyirlər oldu mixədə, mən ayıcam Mədinədə. Abbas özünü bu yerdə Əlqəmə çayına yetirdi. Deyilənlərə görə Abbas Əlqəməyə çatarkən bərk susuz olsa da amma su içmədi. Bu gecə də amannamə gətirmişdilər Əvəlfəz ağaya. Gördülər Şimrin səsi gəlir. Şimrin ana tərəfdən deyirlər qohumluğu vardı Əvəlfəz ağaya. Bacım oğlanları deyirdi onlara. Əvəlfəz çağırır bir-bir, qardaşlarının özünü çağırır. Əvəlfəz ağa elə bil eşitmiş Şimrin səsini. İmam Hüseyin dedi, qardaş get gör nə deyir. Gəldi dedi, sənə amannamə gətirmişəm. İbn Ziyad amannamə verib, getsən sən amandasan. Baxdı dedi, təbbət yədak ya Şimr, əlin qurusun Şimr. Lə'nəkəllah və lə'nə ma ci'tə bihi min əmanikə haza. Allah sənə də lənət eləsin, sənə bu amannamə yazana da lənət eləsin. Ey sərvər salar hərəm xanə bəlfər, imdad elədin məktəb Qur'anə bəlfər. Ətə'muruna ən nətruk əxanəl Hüseyin ibn Fatimə. Deyirsən qardaşımız Fatimə balası, Zəhra balası Hüseyni tərk eləyək. Deyirsən ki, Hüseyni tərk eləyək, lənət olunmuşların tərəfinə keçək. Lənətə gəlmişlər və lənətə gəlmişlərin oğullarının tərəfinə keçək. Dedi, ey piri mücəvvir, itiribsən özüvi, mərifət yoxdur tutub pərdə-i qəflət gözüvi. Deyilən müştəri bu sözlərə, qurtar sözüvi. Üməvilər ola bilməz hədəfi aliyədə, sənə də lənət amannamə yazan valiyədə. Dedi, mənə amannamə gətirmirsən, cırdı, atdı, qayıtdı, gəldi xeyməsinə. Birdən gördü Əli Əkbər dayanıb xeymə yanında başını salıb aşağı. Əvəlfəz çıxdı, dedi, canım sənə fəda olsun, niyə belə dayanmısan? Dedi, əmi atam çağırır səni xeyməsinə. Gəldi, başı aşağı salıb, həyəcanlı halda gəldi Hüseynin xeyməsinə. Üzbəöz dayandılar, ayla gün üzbəöz dayandılar. Hüseyin baxdı, dedi, heç kimi qardaş utandırmaq bizə adət deyil. Fikrin olsa getməyə Zeynəb də narahat deyil. Dedi, getmək istəyirsən, get. Amannamə veriblər, getmək istəyirsən, get. Deyir, Əvəlfəz heç nə demədi, başını saldı aşağı. Çıxdı Hüseynin xeyməsindən, bilirsiniz hara getdi? Getdi Zeynəbin xeyməsinə. Əvəlfəz də çətin məqamda bacısı Zeynəbə pənah aparır. Ay dərdi olanlar, ay hacəti olanlar, nə dərdi öz var bu gecə deyin xanım Zeynəbə.
Girdi Zeynəbin xeyməsi.